Salam əziz valideynlər və şagirdlər. Bizim bugünkü mövzumuz ana məhəbbəti mövzusundadır. Gəlin ilk tapşırığımızdan başlayaq. Şəkillər əsasında Şəngül, Şüngül, Məngül nağılını danışın. Danışaq. Deməli, biri var idi, biri yox idi. Bir keçi və onun 3 balası var idi. Onların adı Şəngül, Şüngül və Məngül idi. Bir gün ana çıxır çölə ki, balalarına yemək gətirsin. O çıxıb gedəndən sonra qapı döyülür və içəri bir canavar daxil olur. Canavar keçinin balalarını yeməyə çalışır. O Şəngüllə Şüngülü yeyir, Məngül isə qapının dalında gizlənir. Onu yeyə bilmir. Daha sonra evə anası qayıdır və görür ki, ətraf dağılıb, darmadağındır. Görür ki, Məngül də qapının arxasında ağlayır. O tez soruşur ki, burada nə baş verib? Məngül də anasına danışır ki, canavar gəldi və qardaşlarımı yedi. Daha sonra keçi əsəbləşir, gedir axtarmağa, balalarını axtarmağa, daha doğrusu canavarı axtarmağa. Yolda bir dovşan görür və ondan yerini soruşur. Görürsüz, qarğa da var. Hər halda bu ikisi canavarın yerini deyir keçiyə. Keçi gəlir canavarın yanına. Demək, keçi gəlir dəmirçinin yanına. Dəmirçi keçinin buynuzlarını, canavarın isə dişlərini itiləyir və onlar mübahisəyə başlayırlar. Bu zaman keçi buynuzları ilə canavarın qarnını yarır və balalarını oradan xilas edir. Mətni oxuyun. Ana pişik və ana keçi obrazlarını müqayisə edin. Pişik və qaranquş. Pişik və qaraquş. Ana pişik və balaları ağacın altında dincəlirdilər. Bu vaxt bir qaraquş aşağı indi. Balalardan birini caynağına aldı. Bu zaman ana pişik cəld onun üstünə atıldı. Onların arasında ölüm-dirim savaşı başladı. Pişik taqətdən düşürdü. Birdən balalarını xatırladı. Son qüvvəsini topladı. Var gücü ilə qaraquşun boğazından yapışdı. Qaraquş anladı ki, fədakar anaya gücü çatmayacaq. Bir təhər canını qurtarıb havaya qalxdı. Əldən düşmüş pişik öz balalarına yaxınlaşdı. Balalar xilaskar analarına qısıldılar. Baxın, hər ikisində də, yəni ana keçidə, ana pişik də fədakarlıq nümayiş elətdirir. Öz balalarının canını qurtarmaq üçün nə qədər yorulsa da əl çəkmir və sonunda balalarını xilas edə bilirlər. Yəni hər ikisinin ortaq cəhəti fədakar olmaqlarıdır. Şeiri oxuyun. Deməli, Sevil bağa köçəndə Məstanı da apardı. Bağı görəndə Məstan gör nə tufan qopardı. Gah ağaca dırmaşdı, gah divara dırmaşdı, gah damın üstünə çıxdı, gah da çəpəri açdı. Qovdu ağ kəpənəyi, yoldu otu, çiçəyi. Məstan təzə yerlərdə özünə yurt salmışdı. 3 balası səbətdə yuxlayıb qalmışdı. Baxaq, tufan nədir? Tufan qopanda nə baş verir? Məstan tufan qopardı ifadəsini necə başa düşürsünüz? Tufan qarlı, fırtınalı, yağışlı, dağıdıcı havadır. Burada Məstanın tufan qopardı ifadəsi isə onun ətrafı dağıtmasıdır, dəcəllik eləməsidir. Hansı şəkildə təsvir şəkildə əks olunub? Baxaq, deyir ki, orada Məstan gülü çiçəyi qopardı. Baxın, bu şəkil o ifadəyə uyğundur. Şeiri öz sözlərinizdən nəql edin. Gəlin eləyək. Deməli, Sevil bir gün bağa köçəndə Məstanı da özü ilə aparır. Məstan bağı görən kimi gah ağaca dırmaşır, gah divara dırmaşır, gah damın üstünə çıxır, gah da çəpəri aşırdı. O kəpənəkləri qovur, otu çiçəyi yolurdu. Məstan təzə yerlərdə lap özünə yurt salmışdı. 3 balası da ondan xəbərsiz səbətdə yuxuya getmişdilər. Mətnə çəkilmiş şəkillərə baxın. Sizcə Məstan Şıltaqlığı nə ilə nəticələnəcək? Baxın, bu şəkillərdən söhbət gedir. Burada görürük ki, Məstan quyunun bir başından o bir başına atlanmağa çalışır. Digər bir şəkildə isə Məstan yoxdur. Quyunun ətrafında təşvişli şəkildə insanlar dayanıblar. Hər halda Məstan quyunun içinə düşüb. Gəlin oxuyaq. Bağdakı quyu.
Sevilcinin bağındakı tut ağacının altında su quyusu vardı. Quyunun suyu çoxdan qurumuşdu. Məstan quyunun yanında atılıb düşürdü. Birdən onun gözünə bir sərçə sataşdı. Sərçə ağacın budağına qonmuşdu. Məstan sərçəni tutmaq istədi. Ağaca tullandı. Lakin mayalla qaşıb quyuya düşdü. Sevil qışqırdı. Kömək edin, Məstan quyuya düşdü. Nənə deyindi. Az atılıb düşəydi. Amma nənə ürəyində Məstanın halına acıdı. Köməyə gələn qonşular quyunun başına yığışdılar. Baxın, söz boğçamızda deyir ki, mayalla qaçmaq. Mayalla qaçmaq yıxılmaqdır, atlanıb yıxılmaq. Gözünə sataşmaq isə görməkdir. Bir anda elə bir ki, həmin hadisəni və yaxud kimisə görür. Acımaq isə yazığı gəlmək deməkdir. Mətndəki hansı obraz şəkildə təsvir olunmayıb? Bu obraz haqqında nə deyə bilərsiniz? Şəkildə təsvir olunmayan böyük ehtimal ki, nənədir. Baxın, nənəni görə bilmirik. Nənə mərhəmətli deyə bilərik nənəyə. Çünki o nə qədər də desə ki, az atılıb düşəydi, nə qədər deyinsə də onun halına acıyırdı, pis olurdu. Demək, nöqtələrin yerinə söz boğçasından uyğun gələn ifadələri seçərək cümlələri köçürün. Söz boğçamız buradadır. Əli idman dərsində neynədi? Mayalla qaçdı onlarda. Əli idman dərsində mayalla qaçdı. Qarışqa yuvası babanın gözünə sataşdı. Səməd yaralı quşun halına acıdı. Mətndə Məstan hansı heyvanın adıdır? Sizcə nəyə görə bu söz böyük hərflə yazılır? Deməli, Məstan pişiyin adıdır. Nəyə görə böyüklə yazılır? Hər zaman heyvanlara verilən adlar böyük hərflə yazılmalıdır. Bu mütləqdir. Hər hansı heyvan ola bilər. İt ola bilər. Məsələn, itə daha çox alabaş deyirlər. Pişiyə Məstan və yaxud itə toplanda deyirlər. Heyvanlara qoyulan adlar böyük hərflə yazılmalıdır. Deməli, bunları bilməliyik. Heyvanlara verilən adların ilk hərfi həmişə böyük yazılır. Nənəm alagözü tövləyə saldı. Uşaqlar toplanı çox sevirdilər. Ev heyvanlarına verilən başqa hansı adları bilirsiniz? Həmin adları yazın. Bunu da siz araşdırıb tapacaqsınız ki, ev heyvanlarına başqa hansı adlar verilir. Dərsliyin 45-ci səhifəsindəki Məstan və balaları şeirini xatırlayın. Sonuncu iki misranı bir daha oxuyun. Sizcə Məstan balalarını unutmuşdu. Sonuncu iki misrada deyir ki, 3 balası səbətdə yuxulayıb qalmışdı. Təbii ki də Məstan balalarını unutmamışdı. Çünki Məstan da bir ana idi və ana heç vaxt balalarını unutmaz. Mətni oxuyun, suallara cavab verin. Məstanın xilası. Sevil zəmbilə ət və süd qoydu. Zəmbilin ucuna kəndir bağladı və quyuya salladı. O Məstanı çağırdı. Amma Məstan zəmbilə tərəf baxmadı. Bu zaman nənə irəli gəldi. O qucağında Məstanın balalarını tutmuşdu. Nənə ağca, qaraca və bozcanı zəmbilə qoydu. Zəmbili yenidən quyuya salladılar. Məstan zəmbilə cumdu. Balalarına sarıldı. Qonşuları kəndiri yuxarı dartdılar. Məstan və balalarını quyudan çıxardılar. Uşaqlar quyunun ağzını bağladılar. Demək, Sevil zəmbilə nə qoydu? Sevil zəmbilə ət və süd qoymuşdu. Nə üçün Məstan birinci dəfə zəmbilə tərəf baxmadı? Çünki Məstana yemək yox, balaları lazım idi. O acmamışdı. Sadəcə balalarını istəyirdi. Məstanın balalarını zəmbilə kim qoydu? Nənə qoydu. Baxın. Nənə qoyub. Məstan obrazını ana keçi və ana pişik obrazları ilə müqayisə edin. Məstan obrazı ana keçi və ana pişik kimi balalarını çox sevirdi. Onlar üçün hər bir fədakarlığı eləyə bilərdi. Şəklə baxın və mətnin sonuna cümlələr əlavə edin. Mətnin sonunda nə deyir? Uşaqlar quyunun ağzını bağladılar və üzərinə daş qoydular ki, möhkəm qalsın. Verilmiş şeir parçalarına uyğun gələn cümlələri mətndən seçin və dəftərinizə yazın. Zəmbilə ətlə südü qoyub salladı Sevil. Demək, buna uyğun olan hissə, baxın, Sevil zəmbilə ət və süd qoydu. Zəmbilin ucunu kəndirlə bağladı və quyuya salladı.
bu hissə uyğundur. Nə südə, nə də ətə yaxın dururdu Məstan. Məstan çağırdı, amma zənbilə tərəf baxmadı. Balalarını gördü, cumub zənbilə girdi. Baxaq. Nənə Ağca, Qaraca və Bozcanı zənbilə qoyur. Məstan o balalarını görüb zənbilə cumur. Sonra nənə hər üç dəcəli həmin zənbilə yığdı. Baxın, burada deyir, nənə Ağca, Qaraca və Bozcanı zənbilə qoydu. Keçək, mətndəki obrazların adlarını əlifba sırası ilə yazın. Heyvan adlarının altından xətt çəkin. İlk öncə obrazların adlarını tapaq. Sevil, sonra Məstan, Ağca, Qaraca, Bozca. Əlifba sırası ilə yazaq. Ağca 1, Bozca B hərfi 2, sonra olar Qaraca 3, Məstan 4, Sevil isə 5. Amma sadəcə heyvan adlarının altından xətt çəkəcəksiniz, çünki bizdən sadəcə heyvan adlarını istəyir. Yəni Ağca, Qaraca və Bozcanın altından. Bir də Məstanın. Dərsimiz bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Gələn dərslərdə görüşənədək.